Əli əleyhissalam buyururdu ki, insanlar bərabər şəklində Beytülmaldan, bütçədən, yardımdan, köməkdən bəhrələnməlidir. Görəsən o bərabərliyi aradan aparan amil nə idi ki, Əli əleyhissalam bunu da islah eləmək istirdi? Baxın, Ömərin dövründə Peyğəmbərin dövründən açıqca fərqli olan bir qanun qəbul olundu. O da nə idi? Ağ dərili ilə qara dərilinin, ərəblə qeyri-ərəbin, Qurəşi ilə qeyri-Qurəşinin fərqli olduğu barəsində qanun var idi. Əli əleyhissalam elə ki hakimiyyətə çatdı. Dedi bizim maliyyə bölgüsündə, sosial yardımlarda heç nədə bu cür fərqlərimiz yoxdur. Kim bu fərqi çıxartdı? Onda ki Əli əleyhissalam bunların maliyyə sistemi ki fərqli idi, tayfa başçılarına gömbol pul verirdilər. Peyğəmbərin bəzi xanımlarına haqq verirdilər, sukut haqqı verirdilər. Ərəblərin içində məşhur insanlar ki, lazım olanda onlardan istifadə edirdilər, tayfaları sustururdular, onlara xüsusi paylar verirdilər. Əli əleyhissalam dedi, bu cür sözlərdən yoxumuzdur. Hər kəs müsəlmandır, müsəlman olduğu qədər maliyyə yardımından bəhrəmənd olacaq. Onda bu pılları kəsilən, pılları azalan insanlar Hürru Əli əleyhissalamın əleyhinə bir dənə cəncal yola saldılar. Hətta Hicazdan bir dənə Qurəşə qadın gəldi Kufiyə. Gəldi Kufiyə daxil olanda bir dənə İranlı qadın ki, təzə köçmüşdülər Kufiyə, müsəlman idilər. Bunlar da yardım alırdılar, maliyyə yardımı. Saxladı onu, soruşdu, siz nə qədər maliyyə yardımı alırsınız Əli ibn Əbi Talibin hakimiyyətindən? Dedi, filan qədər. Baxdı, gördü, düz eşitmişdi. Əli, bunlara nə verir, bizə də onu verir. Bizə nə verir, bunlara da onu verir. Tutdu o İranlı qadının əlindən, sürüdü, gətirdi Əli əleyhissalamın yanına. Düz dayandı Əli əleyhissalamın yanında. Çox da nəzakətsiz formada Əli əleyhissalama bir neçə cümlə dedi, biri də bu idi. Dedi, həl minəl ədl ən tüsavi beynə və beynə hâzihil əmətil farisiyyə. Bu ədalətdir ki, sən bu fars qadından mənim aramda eyni pılı təqsim eləyəsən, buna da eyni miqdarda verəsən, bununla da müsavat eləyəsən, mənlə də müsavat eləyəsən bir surətdə ki, mən Qurəş qadınıyam, bu fars kənizdir. Kəniz də o deyirdi, ya xanım idi, kəniz də dör idi. Əmətil farisiyyə dedi. Əli əleyhissalam baxdı buna, əlin atdı, yerdən biraz torpaq götürdü, bu da baxır. Əlində biraz belədən belə fırlatdı. Ondan sonra bir cümlə dedi. Dedi, ləm yəkum bəzi hâzət turab əfsəl min bəs. Bu torpağın bu hissəsi o bir hissəsinin əfsəliyyəti yoxdur. Torpaq torpaqdır. Ondan istədi deyə insan insandır. Bu nə sözlərdir? Fars kənizi ara, mən Qurəşi xanım ara, belə söz yoxdur. Dalıca Qurandan bir dənə ayə oxudu. İnna xələqnakum min zəkərin və unsa və cəalnakum şuubən və qəbailə litəarəfu innə əkrəməkum indəllah etqakum. Dedi, Allah deyir, biz sizi bir kişidən, bir qadından yaratdıq. Sizi şöbə-şöbə qərar verdik tanımağa görə. Yoxsa sizin artığınız ən təqvallarınız. Bu nə sözlərdir?